Hörmətli izləyicilər və dəyərli kanal istifadəçiləri, hər birinizi salamlayıram. Artıq bundan sonra mütəmadi olaraq bütün mövzuların ədəbiyyat üzrə müəllimlər işə qəbul imtahanlarından hazırlaşan müəllimlər, sertifikasiya hazırlaşan müəllimlər üçün sınaqlar paylaşılacaq. Sınaqlar mənim də həm müəllifi olduğum ədəbiyyat test toplusundandır. Vaxt itirmədən sualların izahına keçid alaq. 31-ci sual Nizami Gəncəvi haqqındadır bugünkü mövzumuz. Nizami Gəncəvinin yaralı bir uşağın dastanı hekayəsində səhv fikir istəyəcək bizdən. Uşağın düşməni uzaqgörən olduğuna görə ona kömək edir, yardım edir. Doğru fikirdir. Atılan adımın nəticəsini təhlil edə bilən və edə bilməyən obrazlar canlandırılmışdır. Bəli, burada həm dost, həm düşmən obrazından söhbət gedir. Düzgün cavabdır. C variantı yaralı uşağın düşməni onun atasının yanında xəcalətli olmaq istəmirdi. Ümumiyyətlə bu əsərimizdə xəcalətli olmaqdan söhbət getmir. Düzgün cavabımız olaraq C variantı. Gənclərə nəsihət əsərində dosta verilən dəyərləri bu əsərdə görmək mümkündür. Bəli, mümkün olmur deyir. Təbii ki, burada yoxdur elə bir şey. Yəni dosta dəyərdən danışılmır. Düzdür, dostluq var, amma belə deyək, dosta dəyərdən danışılmır. Pis yaxşıdan, həqiqəti yalandan seçmək təbliğ olunurdumu? Xeyr. Burada daha çox ağılla hərəkət etmək təbliğ olunurdu. 32-ci sualımız Nizami Gəncəvinin Sultan Səncər və Qarı hekayəsinə əsasən düzgün fikir istəyir bizdən. Düzgün cavab üzərinə getməyəcəm. A variantı yetimin malını almaq hökmdar üçün hünər sayılmamalıdır. Bəli, doğrudur. Yəni bu doğru fikirdir. B variantı qarı padşaha əkinçilərin xırmanını daim diqqətdə saxlamağı məsləhət görür. Xeyr, yanlış fikirdir. Sultan Səncər qarının fikirlərinə laqeyd yanaşırdımı? Bəli, laqeyd yanaşır. İtham edən və itham olunan arasındakı diyaloq ustalıqla işləmişdir. Diyaloq yoxdur, çünki dram əsəri deyil. Dramatik növdə deyil, epik növdədir. Poema janrında mənzum hekayədir deyək. Qarının evindəykən zülm görməsinin tək səbəbi darğanın sərxoşluğu idimi? Xeyr, təkcə darğanın sərxoşluğu deyildi. Təbii ki, başqa səbəblər də var idi. Düzgün cavabımız olacaq A variantı. 30-cu sual Nizami Gəncəvinin İskəndərnamə əsərində İskəndər və Nüşabətin söhbəti zamanı nə məlum olur? Görək. İskəndər saraya gələn kimi içəri girmir, kənarda dincəlir. Bu söhbət zamanıdır. Xeyr, əsərin gedişatındadır. Bir olmaz. Nüşabənin sarayında padşahların şəklinin həkk olunduğu ipək saxlanılırdı. Bəli, bunların arasında baş verən söhbət zamanı məlum olur. Böyük hökmdar dəfələrlə İskəndər olduğunu boynuna almır. Bəli, o soruşur, bu demir. Bu var. 2-3. Bərdədən gedən İskəndər şəhərə toxunmur. Doğrudur. Nüşabə ilə peyman bağlayır. Bu da doğrudur. Amma bunların belə deyək, söhbəti zamanı olmur bu. Bu doğru fikirdir. Amma bizdə şərtdən nə istəyir? İskəndər ilə Nüşabənin söhbətindən məlum olsun. O zaman 4-ü götürmürük. 2, 3 və 5-ə baxacağıq. Nüşabə daşı-qaş üçün vuruşmağın və qan tökməyin yersiz olduğunu düşünür. Bu da doğru fikirdir. Düzgün cavabımız D variantı. 34-cü sual Nizami Gəncəvinin İskəndərnamə poemasına əsasən daha sonra baş verən hadisəni istəyir bizdən. İskəndər 4 müxtəlif məkandan 600 minlik ordu cəm edir. Bu əvvəllərə aiddir. Gənc yamyaşıl təpəni keçən atanın yazdığı məktubu İskəndərə çatır, bir qədər sonra baş verir. Çin xaqanı ilə vidalaşıb oradan ayrılan İskəndər qoşununu səhraya tərəf yönəldir. Bunu saxlayaq. Qırdan qara tayfa İskəndərə bu ərazilərin məxluqatları barəsində məlumat verir. Bu B-dən əvvələ aiddir. Məğribə gedilən 6 aylıq yol İskəndərin ordusunu təngə gətirir. Bu da əvvələ aiddir. Ən sonda C variantı baş verəcək. Çin xaqanı ilə vidalaşıb oradan ayrılan İskəndər qoşununu səhraya tərəf yönəldir. 35-ci sualımız Nizami Gəncəvinin İskəndərnamə əsərində səhv, yəni yanlış şərh edilən obraz Nüşabənin nələrə qadir olduğunu qarşısındakına deməkdən çəkinməyən bu obraz xeyli cəsarətlidirmi? Bəli, bizə səhv istəyir. B variantı Əraslı atasından öyrəndiyi bilikləri həm dərsi ilə də bölüşməkdən çəkinmir. Doğrudur. Pələngər zəncilərin hökmdarı olan bu surət öz əməllərinin qurbanı olur və İskəndər tərəfindən cəzalandırılır. Bilirik ki, bu da doğru fikirdir. İskəndər vəzirinə yazdırdığı məktubun təbiətin hadisələrini məruz qalmadan anasına çatmağını arzuluyur. Belə bir şey yoxdur əsərimizdə. Düzgün cavabımız olacaq D variantı. Əziz izləyicilərim, əgər siz də kitab əldə etmək istəyirsinizsə 051 661 14 11 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Üzr istəyirəm, müəllimlər işə qəbul imtahanına hazırlaşan namizədlərimiz, sertifikasiya hazırlaşan namizədlərimiz rahatlıqla kitabdan istifadə edə bilərlər və mütəmadi olaraq videoların tamamı gələcək. Videoları izləməyi unutmursunuz.